Şəkilə demək olar ki, yəni duluz şəhləsi yox. Yəni mənim qardaşım da yəni oldu da, atam da. Yəni Şəkidə başqa bir ailədə bu sənət davam edir hal-hazırda. Sonuncu nəsil olaraq biz qalmışıq. Mənim adım Məmmədov Şöhrət Əhədoğlu, rəhmətli babamın adını qoydular. Özümün 24 yaşı var. Onun ilə yaxındır ki, bu işlə məşğulum. Yəni özümüz, yəni biz hal-hazırda biz, yəni bizə qalan vaxtdan götürəsi olacaq, özümüz 6-cı nəsil olub ki, bu sənətə davam elətdik. Rəhmətli babamın dövründə bu məhəllədə 40-a yaxın, 50-yə yaxın duluzçu ailəsi olubdu bu. Yəni əsas istəyimiz odur ki, indidən sonraya da bu sənət davam eləsin, yəni itib batmasın bizlə. Öz keçmiş sənətdir, neçə yüz illərə gedib dayanır, yəni sənəti qoruyub saxlamaq lazımdır.